Bakıda atasına qətlə yetirən Ayxan Vəlizadənin cinayət üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Daha sonra dövlət ittihamçısı İsmail Cavadlı Ayxan Vəlizadə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını və işin baxışa verilməsinə bağlı məhkəməyə təklif edib. Təqsirləndirilən şəxsin vəkili isə müvəkkili barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı məhkəməyə vəsadət verib. Daha sonra məhkəmə qısa müşavirəyə gedib. Qərara əsasən vəkilin vəsadəti təmin edilməyib və cinayət işi baxışa verilib. Qeyd edək ki, hadisə 2025-ci ilin dekabrında Sabunçu rayonunun Ramana qəsəbəsi Gülçülük savxozu ərazisində baş verib. Qəsəbə sakini 1981-ci il təvəllüdlü İftixar Vəlizadənin yaşadığı mənzildə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub. İlkin araşdırmalarla İftixar Vəlizadənin 2006-cı il təvəllüdlü oğlu Ayxan Vəlizadə tərəfindən kəsici alətlə xəsarət yetirilərək öldürülməsinə əsaslı şübhələ müəyyən edilib və o, təqsirləndirilən şəxs qismində istinaqa cəlb edilib. Ayxan Vəlizadə barəsində Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham sürülüb. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.